heç bir normal biznesmen öz pulu ilə iş görmür. Məsələn, mən tez-tez nəsə paylaşıram, yenə orada rəylər oxuyuram, deyirlər ki, nə oldu, sən hər yerdə danışırsan, filan kəsin pulunu belə batırdım, milyonu orada xərclədim, 2 milyon burada xərclədim və s. Amma bu işin özəlliyi odur da, yəni sən bir müddət öz pulunla gedirsən, amma sən sonra puxtələşəndə, əlində belə gedə leverage eləyə biləcəyin şeylər olandan sonra mən niyə öz pulumu risk atım ki, əgər başqasının pulunu risk ata bilirəmsə. Hal-hazırda burada qurduğum şirkətin maliyyəsini mən ödəmirəm ki, investorlar ödəyir. Yəni burada ortalama maaş 10.000 dollar, 15.000 dollardır bizim uşaqlarda. Yəni o pulu mən özüm versəm onların qanını içərəm. Amma indi o investorun puludur deyə biz rahat oturmuşuq, developmentimizi eləyirik, yavaş-yavaş inkişaf eləyirik və s. Müasir biznes dünyası belə işləyir. Prosta ora gedib çıxmaq üçün sözsüz ki, ilkin etapda kapitalı ya marketing biliyi üzrə leverage eləyəcəksiniz, pre-sale eləyəcəksiniz, ya gedib dostdan, tanışdan borc götürəcəksiniz, ya telefonu satacaqsınız, maşın satacaqsınız. Mən misal üçün 16 yaşında başlayanda telefonumu satıb başlamışam. Hamı gülür, 50 manatla biznes başlamam, bu faktdır. Çətin vəziyyətə düşəndə, misal üçün Fatal Fight oyununu buraxanda şirkətin büdcəsi qurtarmışdı. Mənim o vaxtı 3 dənə evim var idi. Birini satdım, qoydum ora. Sonra onu bir yerə çıxartdıq, o şirkəti satdıq. Sonra başqa şirkətdə pul lazım olanda ikinci evi satdım. Sonra maşın satdım, qoydum ora. Yəni mənə kapital lazımdırsa, əlimdə olan nəyi sata bilərəmsə, kapital əldə edə bilərəmsə, rahat yolla onu eləyirəm. Və yaxud sonra reputasiya olandan sonra, münasibətlər olandan sonra ki, mənim çoxlu artıq varlı dostlarım var. Mənə lazım olanda zəng eləyirəm kiməsə, ya borc istəyirəm, ya investisiya istəyirəm. Deyirəm, gəl sən də bura biraz bu qədər yatır, falan qədər hissəsi sənin olsun. Məsələ odur ki, pul tapmaq heç vaxt problem olmamalı. Yəni ya sən nəyisə qurban verəcəksən, o komfortda həyatı nədənsə kəsəcəksən, ya da dostlardan, tanışlardan, qohumlardan pul tapacaqsan, ya gedib kredit götürəcəksən, indi hələ öz yolunu tapır, amma pul heç vaxt problem deyil. Problem olan skilldir. Yəni sən bu işi bacarsan yoxsa yox, bu işi uğurlu eləmək üçün sənin nə bacarıqların var.